necə ola bilər? Deməli Səməd məhəbbətin oğluymuş. Ana, sənə pis davrandığım üçün məni bağışla. İllərdir sən türmədəydin. Heç bir dəfə də olsun gəlməmişəm. Yox, qızım, danışma. Belə danışma. Əsl sən məni bağışla, bala. Mənə ehtiyacın olan anlarda mən sənin yanında ola bilmədim. Kızlar, ne oldu? Sara, mən sənə nə demişdim? Demişdim axı, Ayla çox ağıllı, dərrakəli qızdır. Özü hər şeyi başa düşəcək. Hə, Ayla? Hə, Məhəbbət xala, əslində mənə hər şey Səməd əmi danışdı. İndi başa düşürəm ki, ana məni çox sevirmiş. Əlbəttə sevirəm, qızım. Əlbəttə sevirəm, sən mənim nəfəsimsən, varlığımsan. Çox sevirəm səni, Ayla. Çox sevirəm, bala. Mənim ağıllı balam, mənim gözəl balam. Şükür. Şükür Allah. Allah'a bin şükür. Şükür. Ah Səməd, Səməd. Axır ki mənim oldun. Günaydın sevgilim. Sən neynirsən burada? Necə neynirsən? Yadında deyil, gecən burada qalmışam. Necə yəni? Gecən burada qaldım. Duş aldım, səni gözləyirdim ki, oyanasan. Nə? Səməd, gecə olanlardan xəbərin yoxdur. Nə olub ki? Gecə biz bərabər idik. Və? Axır ki mənim oldun. Məhəbbət xalam, Aycan, dostumla sabah görüşək. niyə? İstəyirəm bilsin ki, biz anamla barışmışıq. Özün də bilirsən, o necə narahat olub. Hə, düz deyirsən. Sabah bir yerdə gedib deyərik ona. Yaxşı? Görün sizə nə gətirmişəm. Bəh. Ana, sənin ağrıların var idi. Deyərdim, mən gətirərdim. Sən narahat olma. Mənim heç bir ağrım artıq qalmayıb. Sən ki məni bağışladın, ha qızım. Elə bir bütün dünya mənim oldu. Mənim gözəl balam, mənim ağıllı balam. Hə, indi çay iç. Çay iç. Hoş gördük sizi. Aa, üzünüz gülür. Şad xəbərlə gəliblər. Qız evi biraz nazlı çıxdı. Dedi fikirləşək sonra.
Ay Zeynəb, atalar deyib ki, qız evi, naz evi. Əgər elə deyiblərsə, mütləq razılıq verəcəklər. Nə deyirəm? İnşallah. Onda toya hazırlaşmaq lazımdır. Xeyirli olsun Kəmran. Çok sağ ol. Sara, sən necə oldun? Fikrim səndə qalmışdı. Nənə, narahat olma, ana yaxşıdır. Dərmanları da verdim. Hə? Hə? Ayla. Daha bundan sonra ölsəm də gözümün arxada qalmaz. Bugün İkiyat bayramı oldu. Mənim gözəl qızım, şirin qızım. Əmisinin balası, ağıllı qızım. Gəl əmisə bir qucaqlasın. Afərin, afərin. Həmişə belə mehriban olun. Yaxşı? Çox sağ ol Kəmran. Maşallah. Çay gətirim sizə? Yox, yox, yox. Otur. İçmisiniz orada deyəsən çayla. Hiçbir şeye kızı vermediler. Verəcəklər də, hamısı birdən olmaz ki. Göstereyim. Mən bu evdən necə baş çıxaracam bilmirəm. Heç olmasa mənə dəstək olurdu. Kimsən? Bırak görüm kimsən? Sürpriz. Sən getməmişdin bəs? Getmədin? Gitmedim Aybəniz, gitmedim. Əlim sudur. Gedə bilmədim. Bəs evdəkilər sənə heç nə demədi? Aybəniz, bu mənim qərarımdır. Getmək istəmirəm. Cəhənnəm olsun işdə, vəzifədə, heç nə vecimə deyil mənim. Axşam gəlmişdim otağına. Axşamdan gəlmisən? Hə. Sən də yatmışdın. İstədim axşam deyim, qıya bilmədim oyatmağa. Dedim eybi yox, səhər sürpriz eləyərəm. İnan bu həyatımın ən gözəl sürprizi oldu. Çox sağ ol. Yaxşı ki getmədin. Aybəniz, bir də qovsan da getməyəcəm. Doğrudan? Doğrudan. Qovsan da getməyəcək. Çox sağ ol. İstəyirsən çay hazırlayayım sən üçün. Əlbəttə bir dənə çay ver. Getmədiyin üçün tort da verəcəm. Doğrudan. Nə deyim, çox sağ ol. Səni görüm lənətə gələsən. İfritə. Yenə mən planlarımı pozlayıb bu qız. Fikrət baba niyə gəlmədi axı? Gələr indi, darıxma. Fikrət baba, Fikrət baba. Fikrət baba, bilirsən nə olub? Hə. Biz anamla barışdıq. Ay nə yaxşı oldu. Səhərəcən yatmayıb ki, bu xəbəri sizə çatdırsın. Əla xəbərdir. Gözləyim mən gedim dondurma alım gəlim. Get qeyd eləyək. Ləpət xanım, sizə nəsə olub? Elə bir ki, probleminiz var. Yox, heç nə olmayıb. Problemim yoxdur. Niyə soruşursunuz ki? Elə bir kimsə xətrinizə dəymişdi. Oyun gülləri yerə tullamışdınız. O güllərin yeri elə oraydı, zibil yeşiyi.
Hiss olunurdu, yaman qəlbinizi qırıblar. O sizin həyat yoldaşınız idi. Keçmiş həyat yoldaşım. Biz çoxdan ayrılmışıq. Bilirsiniz, hərdən elə olur ki, adamın ürəyi sınır. Sınan ürəyi sağaltmaqsa mümkün deyil. Bir zamanlar mənim də qəlbim qırılmışdı. İndiyəcən kinini gəzirəm. Yəni siz o vaxtdan sonra heç kimi sevməmisiniz? İndiyə qədər evlənməmişəm. Amma elə bil ki, sevməyə... İndi isə açın qeyd edək. Çox sağ ol qızım. Açdın, firməmkin də aç. Baş üstü. Bu sizin. Buyurun. Çox sağ olun. Buyurun. Aça bildin. Ay. Əla. Əla. Super. Səməd, sən yenə gəldin? Mən narahat qalmışdım ki, iş tapdın ya yox. Axtarıram. Hələ tapmamışam. Mən də axtarıram. Ayla ilə danışmısan. Hər şey ona başa salmışsan, izah eləmişsən. İstəmədim mənə görə bir-birinizdən ayrı qalasız. Səməd, bu günə qədər sən yaxşı şeylər mənə yaşatmamısan. Bunu özün də bilirsən. Əziyyət vermisən mənə. Sənin əlindən əzab çəkmişəm. Amma bu elədiyim həqiqətən də çox böyük yaxşılıqdır. Bunu heç vaxt unutmayacağam. Çox sağ ol. Bilirəm, sənə elədiklərimi, yaşatdıqlarımı yaddaşından, beynindən, ürəyindən silə bilmərəm, amma istəyirəm bundan sonra heç olmasa, bundan sonra sənə ziyan vurmayım. Sən doğrudan da mənə ziyan vurmaq istəmirsən. Əgər istəmirsənsə, səndən xahiş edirəm. Bir də buralara gəlmə Səməd. Məni axtarma, soruşma. Qıraqdakılar bilmirəm nə başa düşürlər, evdəkilərə bilmirəm nə izah edeyim. Bircə bunu istəmə məndən. Səməd, mən sənə sözümü dedim. Dedim, axtarma məni. Başa düşdün? Xahiş edirəm. Xahiş edirəm səndən, axtarma məni. Soruşma. Xahiş edirəm səndən, Səməd. Bir də bura gəlmə. Aylaya görə çox sağ ol.
hardan bilsinlər? Salam Sara, necəsən? Qızın necədir? Sən burada nə edirsən? Sara, sənlə danışmaq istəyirəm. Nə barədə? Bilirsən, Sara, biz Səmədlə bir-birimizi... Mahirə, bu mənim işim deyil. Məni maraqlandırmır. Nə istəyirsiniz eləyə bilərsiniz. Öz həyatınızdır. Sən bizi gəlib elə bir vəziyyətdə gördün. İstəmirəm də səhv başa düşəsən. Baxmada biz uzun müddətdir tanışıq. Dediyim kimi, bu məni maraqlandırmır Mahirə. Həyatınızı yaşayın, həyatınızı qurun. Əksinə mən çox sevirəm. Ürəyim rahat oldu. O qədər narahat idim. Çox sağ ol ki, məni düz başa düşdün. Narahat olma Mahirə, narahat olma. Gel bura. Gel bura. Bax, mən deyirəm ki, səni incitməyim, pis davranmayım. Amma sən məni məcbur eləyirsən. Neynədim mən? Nə dedin ona? Heç nə deməmişəm. Bəs nəyə gəlmişdin bura, nə danışırdın? Əhvalını soruşmağa gəlmişəm də. Sənin belə canın yanır Saraya. Mahirə, bax, mən yaxşı adam olmağa çalışıram. İstəyirəm yaxşı adam olum. Amma sən buna imkan vermirsən. Pis adam. Bırak! Bırak! Gidin! Mahirə! Sən burada nə edirsən? Nə baş verirdi burada, nə olub? Nə olub? Heç nə, Necə yəni heç nə? Qışqırırdın, eşitdim. nəsə boğazımı dişlədi. Səmədlə ona baxırdıq ki, çox incitdi. Nəsə, mən gedirəm. Əslində sənə görə gəlmişdim. Bir şey. Mənə görə gəlmiş. Səməd, bax, sənlə Mahirənin arasında nə var, nə yox, məni maraqlandırmır. Bu sizin öz işinizdir. Gedin, rahat öz həyatınızı yaşayın. Başa düşdün? Bizim aramızda heç nə yoxdur. Mən Mahirəyə də dedim. Məndən çəkinmək lazım deyil, utanmaq lazım deyil, nəyisə gizlətmək lazım deyil. Səməd, sən elə bilirsən ki, bu mənə 1 qram belə toxunur. Əksinə, mən sevinirəm. Allah sizi xoşbəxt eləsin. Bu arada yaxşı tapışmısınız. Bir dəqiqə.
Dedim ki bizim aramızda heç nə yoxdur. Bax, mənim beynimdə də ağlımda da, zikrimdə də, ürəyimdə də ancaq sən varsan. Mahmud. Maho! Aksakkal! Ha, Kompüteri götür gel buraya. yaxşı. Ne oldu? Get. Bak gör. Bak gör dünən, bugün bura kim girib? Bax gördüyündə ki, mənim başım çıxır. Açığı mən şübhəli heç bir şey görməmişəm. Heç kim yoxdur. Necə yəni? Gözə sən gəliyəm. Sənə çatmır. Yenə kaskalı adam. O girib evə. Sənə heç kəs girməyib baxı. Nətər ola bilər? Bilmirəm. Mən başa düşə bilmirəm. Kimsə mütləq girib evə. Yoxsa görüntüləri hardan necə əldə eləyə bilərlər? Bax, evə girir. Görüntüləri götürür. Mənə göndərir. Amma biz o adamı tapa bilmirik. Kimdə axı bu? Vallahi indi mənim ağlım belə kəsir də Səməd. İndi bu kimdirsə, yəqin girir evə, öz işini görür, sonra da hər şeyi buradan silir, sonra da aradan çıxır. Bəlkə Mahirədir. Yəni bu qədər fərasətlidir bu. Ne günde yıkıldı. Bundan gelmişti. Tam yadımdadı. Bile kızım kız ola.
Səidə. Belə də bilirdim. Bilirdim, şübhələnmişdim. Ey həyasız, nə hoqqa verirsən sən? Mən ki bir şeydən şübhələndim, amma axıra qədər getməliyəm. Sən bunun hesabını verəcəksən. Səidə xanım. İndi baxarıq. Gözlə, atım onu. Görərik günümü. Bu sarı yiğit. Kızı götür elə. Yaxşı performans idi. Nə danışırsan sən? Nə məsələdir? Mən də bura ona görə gəlmişəm ki, öyrənim ki, nə məsələdir Maho? Səməd, tapmaca tapası halım yoxdur. De görüm nə olub? Tanış gəlir? Biz? Səməd, sən bizi çəkmisən, hə? Maho, Allaha and olsun. Sən bilmirsən ki, mənim evimdə kameralar var. Hı? İndi o görüntüləri götürüb məni şantaj edirsən, təhdid edirsən. Vallahi xəbərim yoxdur. Ciddi deyirəm, xəbərim yoxdur. Maho, sən məni bundan qorxutmaq istəyirsənsə, özünü də yorma, məni də yorma. Səməd, deyirəm, xəbərim yoxdur. And içirəm sənə. İlk dəfədir görürəm. Mən dəliyəm bəyə, mən istəyərəm özü biabır eləyim. Hansı qadın istəyər ellə bir olsun? Necə, görüntülər necə ələ keçə bilər? Hə? Özüm də şokdayım. Yaxşı, bəs sən eləməmsənsə, kim eləyib? İnan ki, bilmirəm. Səməd, səncə görüntülər yayıla bilər? Maho, əgər bu işin altından sən çıxsan, el ilə səni tapmayıb. El ilə tapmayım səni. Görəsən. Mahirə nə olub? Səmədi gördüm, ona görə yaxınlaşmadım. Nəsə olub?
Heç yaxşı deyiləm. Cəmil, bilirsən nə olub? Nə olub? Səmədlə bizim görüntülərimizi kimsə ələ keçirib. Sən? Sevinmədin? Mən deyirdim, bəlkə sevinərsən axı. Ay, səni Cəmil. Doğrudan sən eləmsən. Aferin sənə. Belə gözəl sürprizlərlə sevindirirsən. İstəyirdim onu biraz qorxudum. Məncə nail olmuşam. Alındı. Sən elə məni də qorxutdun. Amma... Həm də sənə sərf eləyəcək. Amma əla işdir. Sən görüntüləri saxla. Lazım oldu, mən sənə deyəcəm. Yaxşı? Yaxşı. Sükanı da belə saxla. Neysə, mən işə getməliyim. Gəl gedək. Axırı vaxtlar mənə maraqlı sürprizlər elirsən, hə? Nə istəyirsən? Nə istəyirsən? Alo. Evdə deyilsən sən? Nə? İşləsən? Ay. Bil! Yeni oyun qur. Səndən deyiləm. Nəysə, nəysə. Harda qaldı ya bu? Saat gör neçə oldu. Niyə gəlmir ki? Zəng eləyim də. Alo. Alo. Axşamın xeyri al. Axşamın xeyri Fidan. Gəlirsən? Fidan, üzülü say, mən bugün gələ bilmirəm. Sevgilimlə görüşmüşəm. Başqa vaxt görüşərik inşallah. Nə sevgili? Demədin sevgilim yoxdur. Yalan danışırsan? Fidan, nə yalan? Sənə yalan borcum var. Var deyirəmsə deməli var da. Nəysə Fidan, sonra danışarıq. Üzümə ad boy verdi. Üzümə ad boy verdi ya.
Sevgi. Müəllimin hanı? Bilmirəm. Nə oldu? Kamran məsələsini fikirləşdin? Nənə. Sən mənə nə söz vermişdin bu evə gələndə? Dedim bir də sənin həyatıma qarışmayacağam, düzdür? Bax, belə eləsən yenə çıxıb getəcəm ha. Yaxşı, yaxşı. Özün bilərsən. Daha səni heç nəyə məcbur eləməyəcəm. Çox sağ ol. Qalxıl otur evində, işində, heç yerə getmə. Nə bax. Yaxşı, bəs Raul necə oğlandı? Üzümə elə baxma. Mən nə bilim necə oğlandı? Mən bilirəm. Mən hər şeyi görürəm. Onun səndən xoşu gəlir. Məndən xoşu gəlir. Sevgilisi var, kişinin oğlunun. Heç nə nə üçün. Fidan. Seninle burada günlerimiz geçip. Kaş senin kız olduğunu hiç bilmezdim. Sen eli Gülməmməd kimi tanıyardın. Həmişə zarafatlar eləyib əsəbləşdirərdim səni. İndi səni sevirəm. Amma bunu sənin üzvə deyə bilmirəm. Kamrandan sonra bu hərəkət eləmək kişilikdən deyil. Kapı niye açıktı? Paltarları da dağıdıblar. Bunu kim eləyib? Sana sürprizim var. Ne sürpriz. Konserte bilet almışım. Doğrudan. Bak. Çok sağ ol. Bu da şokolad. Bayaq dedin təzyiqim düşüb. Ona görə tünd şokolad aldım. Ha. Yaxşısan anne? Sen niye bu kadar yaxşısan? Mən? Nə bilim, xəsiyyətim belədir də mən ümumiyyətlə. Yaxşı gel, kimse Hara gedin? Hara gedin? Ananın sesi de. İndi gələr bura git. Yox. Git de git. Sen yatmamış, mən sənə getməyəcəm. Yatacağım, git. Yox, gir yerə. Yatmağı görüm də. Gir. Başımın belası. Yat görüm. Yatıram, get de. Yat görüm, nətə yatsın? Yox, mən qalxmaq istəyirəm. Yattım. Git git. Yox. Gözlərimi yum, gözlərimi yum. Gözümü de yumdum bak, bak. Yox, yum, yum. Baxın.
Hələl. Gecən xeyrə qalsın. Get dayı. Səməd, mənim başım çıxmır ki. Mənim kompüterdən başım çıxır. Vəssalam. Səməd bəy. Ha. Mən Səməd bəylə Mahirə xanımçanı bütün həngaməsini köçürdüm. Ha. Darıxma. Birazdan oyun başlayacaq.